Cənab qələbə münasibəti ilə təbrik edirik. Oyunun birinci hissəsi bir qədər çətin başladı. Qol epizodları yaratsaq da fərqlənməkdə çətinlik çəkirdik, amma belə bir anda sən fərqləndin və maçda hesabı açdın. Ümumilikdə oyunla bağlı nələr deyə bilərsən və təbii ki, həmin dəqiqələrlə bağlı? No, we knew this game was difficult before. The coach said it's not because Karvan is lad that we need to enjoy. So we play hard. And after this first goal, it's open, like you say, it's opened the game. After was more easy. And the second goal was very important to after score the third. Əlbəttə bilirdik çətin oyun gözləyir. Baş məşqçi bizə bunu başa salmışdı, təhlil eləmişdik. Yəni Karvan axırıncı yerdə getməyinə baxmayaraq, yəni heç də bizə burada asan oyun gözləmirdi. Biz buna hazırlaşmışdıq. Dediyimiz kimi əlbəttə hissənin sonlarında mən o epizodu qola çevirdim və elə bir oyun açıldı. İkinci hissədə isə daha 2 gol gəldi. Bundan sonra bir rahatlama oldu mu? In second half we could score our second goal. After this, can we say that we relaxed a bit? Yes, because normally maybe we can win like or 4 or 5-0, but 3-0 is good because now we need points to stay in the fourth place. So every game is important. Əlbəttə oyun daha da böyük hesabla bitə bilərdi, 4-0, 5-0 ola bilərdi, amma 3-0 da heç də pis nəticə deyil. Bizə əsas 3 xal qazanmaq lazımdır ki, ən azından 4-cü yerdəki yerimizi qoruyaq. Təşəkkürlər bir daha, təbriklər. Və həmçinin komandamızın müdafiəçisi Elvin Bədəlov da yanımızdadır. Elvin, təbrik edirik qələbə münasibəti ilə. Ümumiyyətlə son oyunlardakı çıxışınla həqiqətən göz oxşursan müdafiə xəttindəki oyunun, xüsusən qol da vurursan artıq. Bu maçda da komanda quru oyun keçirdi. Ümumilikdə istəyərdim həm öz çıxışınla bağlı, həm də komandanın həm bu oyunda, həm də ki sonki turdakı oyunu ilə bağlı fikirlərini bildirəsən. Təbriklərə görə təşəkkür edirəm. Əlbəttə sevindirici haldır ki, qələbə qazandıq. Bu çətin meydanda, çətin şəraitdə istəyirdi. Əlbəttə uşaqlar əziyyət çəkdilər. Sağ olsunlar, axıra kimi mübarizə apardılar. Həm böyük hesablı qələbə, həm də arxada qol buraxmadıq. Bu məni daha da sevindirir. İnanıram ki, gələn oyunlarda da bizim qapı həmişə qol görməyəcək. Yəni, keçən oyunlara baxanda, bu oyuna baxanda əlbəttə bizdə artım var, hiss eləyirik. Sevindirici haldır ki, uşaqlar daha yaxşı bir-birini başa düşür. İnanıram ki, son oyunlarda da belə çıxış eləsək, biz məqsədimizə çatacağıq. Və Avrokubok uğrunda mübarizə sən də qeyd etdiyin kimi davam eləyir. 3 tur qalıb qarşıda, 3 oyun gözləyir Neftçini. Növbəti maç Şamaxı oyunu son ev oyunumuz olacaq. Ardınca isə Sabah və Kəpəzlə səfər maçları. Son olaraq bu qrafiklə bağlı nələr deyə bilərsən? Çətin qrafikdir əlbəttə, amma hər şey bizim əlimizdədir. Dediyim kimi inanıram, uşaqlar belə davam eləsək, bir yerdə komanda gözəl futbol nümayiş etdirir, sevindiricidir. İnanıram ki, belə davam eləsə heç bir problem olmayacaq, biz də məqsədimizə çatacağıq. Biraz da işimizi sıxaq, son 3 oyun maksimum qoyaq. İnşallah ki, Avrozonada biz oynayacağıq. Təşəkkürlər Elvin, uğurlar. Çox sağ ol.